Əksər Avropa ölkələrində breast surgeon deyə bir anlayış formalaşır. Nə deməkdir? Yəni, süd vəzi cərrahı. Və bu süd vəzi cərrahı istər onkoloji, istər estetik, istər onkoplastik əməliyyatları icra edən cərrahlardılar. Ümumiyyətlə, mən də hesab edirəm ki, süd vəzisini tanımayan, süd vəzisinin onkoloji xəstəliklərini bilməyən cərrah süd vəzdə əməliyyat etməməlidir. Bəzi hallarda, tutaq ki, ümumi cərrahlar süd vəzisində hər hansı bir onkoloji əməliyyat icra edirlər, hətta xoş xassəli olsa belə və sonradan süd vəzinin üzərində elə bir çapıq əmələ gəlir ki, pasient illərlə bu çapığın problemini yaşayır, stressini yaşayır. Ona görə də, belə deyək də, istər ümumi cərrah olsun, istər estetik cərrah olsun, süd vəzinin həm onkoloji nöqteyi nəzərdən məqamlarını bilməlidir, həm estetik nöqteyi nəzərdən. Məsəl üçün, biz olub ki, pasiyentin süd vəzisindən böyük bir törəmə çıxartmışıq və sonradan süd vəzi quruluşu, yəni ürəyi istəyə kimi olmur, süd vəzi boşalır və xanım bundan stres yaşayır. Ona görə biz bəzi hallarda hətta bu törəmələri çıxardandan sonra da ora implant qolunmağı təklif edirik ki, bəlkə süd vəzi quruluşu dəyişsin. Və yaxud da ki, əməliyyatlara elə yanaşırıq ki, sonradan pasiyent çıxarılmış kütlənin əziyyətini çəkməsin, süd vəzdə daha artıq kutoz meydana gəlməsin və s. Dediyim fikri mən əgər yuvarlaqlaşdırsam, deyə bilərəm ki, süd vəzi əməliyyatlarını yaxşı olar ki, mamoloqlar icra etsinlər. Yox, əgər estetik cərrahlar icra edəcəklərsə, öncədən mütləq süd vəzinin ultrasəs müayinəsi və mamografiyası icra olunsun, ən azından orqanın tam təmiz olduğuna əmin olasınız.